Herkese salam. Arazda Dadlı Söhbətlər adlı yeni layihəmizə xoş gəlmisiniz. Biz bugün bu mətbəxdə həm bişirəcəyik, həm hazırlayacağıq, həm də dadlı söhbətlər edəcəyik. Vaxt itirmədən qonağımı sizə təqdim edirəm. Qonağım bir çoxlarınızın Bəylərsoylar kimi tanıdığı Arifə Məmmədova. Xoş gəlmisiniz. Hər vaxtınız xeyirli uğurlu olsun. Xoş gördük. Yeni layihənizi ürəkdən təbrik edirəm. Xeyirli, uğurlu, düşərli və maraqlı olsun. İnşallah biz də elə ümid edirik. Deməli biz bugün nə edirik? Biz bugün sizinlə birlikdə həm hazırlayırıq, həm də dadlı söhbətlər edirik. Nə gözəl. Nəyə başlayaq? Başlayaq, nə hazırlayırıq bugün? İnqridiyentlərimizi təqdim edeyim. Gördüyünüz kimi bu arada bütün məhsullarımız təbii ki, Araz marketdən alınıb. Biz bugün sizinlə mimoza hazırlayırıq. Mən ümid edirəm ki, sizin mətbəxləriniz çox yaxşıdır. İstəyirəm ki, kartoşkanı rənd edeyim. Gəlin bunu mən eləyim. Aha, mən nə edeyim? Siz mayonezi... Mən ən gözəl didilmiş toyuğu didim. Didilmiş toyuğu didin. Didilmiş toyuğu didsin Arifə xanım. Mən də sizi çox görməyim. Tamam. Deməli, Arifə xanım, sizi istəyirsiniz qısa olaraq bir tanıyaq. Onsuz da bir çoxları sizi tanıyır. Amma tanımayanlar üçün də belə qısa olaraq özünüzü məncə təqdim edin. Mən Məmmədova Arifə Elxan qızı. İnfluencer kimi Azərbaycanda fəaliyyət göstərirəm. Bəylərsoylar kimi tanıyırlar, lakin Arifə kimi artıq səslənirəm. Çoxsu yolda görəndə deyir, Bəylərsoylar xanım salam necəsiz? Əslində mənim adım Arifədir. Bəylərsoylar sadəcə olaraq bizim səhifəmizin adıdır. İnanıram ki, bu danışığımdan sonra sual gələcək ki, bu sual gözləyirəm, Bəylərsoyların mənası nədir? O sual açığı mənim özümə də çox maraqlıdır. Çünki mən də sizi Bəylərsoylar kimi tanıyıram. Niyə Bəylərsoylar? Bəylərsoylarda bəylər sözünün kökü görsəndiyi kimi bəylər adıdır. Mənim rəhmətli qaynatamın adıdır və həmin adı da mən öz oğluma, biz öz oğlumuza verdik yoldaşımla bərabər və bəylər adını daşıyır. Nə gözəl. Və bəylər adının bəylər soy da soy isim, yəni soy, bəylər soy. Artıq bu bir soy isim olduğu üçün və Bəylərsoylar ailəsi ümumi Bəylərsoylar ailəsi. Nə gözəl. Buradan da aydınlıq gətirmiş olduq ki, niyə? İllərdir hamının beynində olan o sual, niyə Bəylərsoylar? Hər kəs bu sual verir. Harda olsam, hər hansı bir platformada, canlı yayımda olsam belə, yolda görsələr belə bu sual verirlər. Mənim hər dəfəsində də o sualı cavablandırmaqdan heç bezmirəm. Bezmirsiniz. Buradan da toplu şəkildə artıq cavablandırdığımıza görə xahiş edirəm Arifə xanıma o sualı vermişik. Arifə xanım, ümumiyyətlə mətbəxlə aranız necədir? Deyərdim ki, mətbəxlə aram çox, yəni sevirəm. İş görməyi sevirəm, çox titizəm. Misal üçün, burada bir bulanıq nəsə olmayacaq, hamısını belə səliqəylə eləyəcəm, səliqəylə. Sadəcə olaraq işlərimin çoxluğundan dolayı mətbəxə üst tuta bilmirəm. Köməyim var, çox şükürlər olsun ki, mənə kömək göstərən evimizdə 10 illik bir yaxınımız, əzizimiz var. Artıq o bizim ailəmizdən birisidir. Nə gözəl. İzləyicilərim də onu çox gözəl tanıyır, Kipiş. Adı Kipişdir. Kifayətli Kipişdir. Bütünüz də yolda onu görürlər belə, Kipişsiz, Bəylərsoyların Kipişisiz. Bəli, o mənə köməkliyi göstərir, amma çox sevirəm yeməyi pişirməyi və bu arada ərim də çox dadlıdır. İstəyərdim ki, burada... Görəcəyik bugün. Bugün görəcəyik. İstəyərdim, mən hazırlayım. Amma qızlar icazə vermirlər. Deyirlər ki, sən suallarımızı cavablandır, biz özümüz hazırlayacaq. Bəli. Qızdırmalıyam bu arada. Bəs yeməklə aranız necədir Arifə xanım? Yeməklə də çox yaxşıdır. Doğrudan. Allah iştahımı kəssin. Belə deməyin, kəsməz. Siz nə bürcüsüz? Qoç. Qoçdan zaten bəllidir iştahınızın yaxşı olmağı. Qoçda ümumiyyətlə bürcülərə inanırsınız? Çox inanıram. Mən də adamım. Mən də inanıram. Yüksələniniz nədir? Oğlaqdır. Mənim də bürcüm oğlaqdır. Ay, nə gözəl, tanış aldığıma məmnun oldum. Mən çox inanıram bürcülərə. Mən ilk öncə yeni bir insan tanıyanda, yeni bir insanla ünsiyyət quranda, ilk öncə onunla ünsiyyət qurmamışdan öncə birinci soruşuram. Bürcünüz nədir? Onlar da mənə səslənirlər ki, budur. Deyirəm, yox, mənim sizlə artıq münasibəti qura bilmərəm və yaxud da mən sizinlə sözüm düz gəlməyəcək. Çünki Qoç bürcü çox belə emosionaldır və hər sözə reaksiya bildirər deyə ona görə biraz ehtiyat edirəm qarşımdakı insanlardan. Bilirik Arifə xanım. Bəs sizin hansı bürclərlə daha çox aranız yaxşıdır? Qız bürcü, xərçəng bürcü, tərəzi bürcü. Tərəzi bürcü. Bəli. Qəribədir. Siz evdə ən çox hansı yemək bişəndə çox sevinirsiniz? Dovğa. Sevirsiniz dovğa? Bəli, dovğa, ləvəngi plov.
Yəni dolma mənim ən sevimli yeməklərimdir. O həftədə ən azı 3 dəfə bişirilməlidir o yeməklər bizdə. Bu arada siz alış-verişi hardan edirsiniz? Ayıb olar. Xahiş edirəm. Sual verirsiniz mənə. Bu Buranı əmən dolu-dolu verərsən Vüsal bu hissəsini. Dolu-dolu. Buyurun, dinləyirik sizi. Təbii ki, ailəmizin Araz marketindən alış-veriş edirik. Çünki inanırıq, güvənirik, bizə yaxındır, ən əsası rahatdır alış-veriş eləmək, qiymətlər də çox münasibdir, məhsullar da keyfiyyətlidir. Hər biri diqqətli dərəcədə nəzarət olunan məhsullar satışını həyata keçirirlər. Ona görə də təbii ki, seçimimiz Araz marketdən yana olur. Əlbəttə ki. Bəli. Bəs belə bir xüsusi bir məhsulunuz, sevdiyiniz məhsul varmı Arazdan? Arazdan xüsusi bir sevdiyim məhsul, bəli, Tacın bəzi məhsulları var, onları sevirəm. Ən gözəli bir siz nədir? Bax bunu da bir də rəndələyək, qarışdıraq şit yağla. Yanına da xonçadan gedək təndir çörəyi alaq. Xonça hardadır? Təndir çörəyi var buralarda. Arifə xanım, gəlin biraz sizin karyeranızdan danışaq. Ümumiyyətlə, siz bir influencersınız və kifayət qədər də tanınırsınız artıq. Bəs belə bir sual yaranır. Necə oldu ki, siz bu sahəyə başladınız? Yəni, necə başladınız, hardan başladınız? Mən bununla danışsam, görə oturub səhərə qədər mənə bir maraqla izləyəsiniz. Amma mən bizneslə məşğul idim. Yoldaşım heç bir zaman icazə vermirdi. Sizə danışım 2015-ci ildən. İcazə vermirdi ki, üzümlə hər hansı bir şəbəkədən şəkillərim düşsün. Ancaq DVD satılan məhsulların şəkilləri düşsün. Və bir yəni, gün, reklam olaraq düşsün, üzünüz düşməsin, əliniz əlim düşsün, yəni üz simam düşməsin. Hətta səsimə belə icazə vermirdi. Sonra bir ara elə oldu ki, bəzi səbəblərdən məcburiyyət qarşısında səsim düşməli idi ki, insanlara nəyisə tanıtmaq üçün. Və mən canlı yayım açmağa başladım Instagramda. 2015-ci il idimi, yoxsa 16-cı il idimi. Gördüm ki, izləyicilər canlı açdığımda biri var əl düşsün, yalnız sadə mahnı ilə səslənsin canlı. Bu isə təqdimat tamam fərqli, səs tembri, hər kəsin marağına səbəb oldu ki, aparıcı Vüsalə Əlizadə var. Dedilər, aparıcıdır mı danışan, jurnalistdir, kimdir danışan, izinizi göstərim. Gördüm canlıda ancaq bunu yazırlar. Və insanlara maraq üçün üstünə bir 5-6 gün keçdi, götürdüm mən səhifədə, yoldaşımla toy şəklimizi paylaşdım və bu düşdü kəşfətə. Pap az o vaxtın səhifələri var idi ki, bizim səhifələrimizi qlobal şəkildə başladılar da paylaşmağa. Və artıq gördüm ki, izləyicilər tərəfindən çox marağa səbəb oluram. Yoldaşıma xahiş elədim ki, gəl bir influencer fəaliyyəti kimi olmasa da, sadəcə olaraq özüm üçün maraqlı bir səhifə, yəni ailəvi bir blog səhifəsi açaq, uşaqların, özümüzün, onda qızım təzə hələ anadan olmuşdu da, 1 yaşı var idi, olmamışdı hələ 1 yaş. Yoldaşım nəmnüm elədi falan, amma sonra icazə verdikdən sonra bizim xala qızı, xala oğlu olduğumuz ekstra izləyicilər tərəfindən, bəli, ekstra izləyicilər tərəfindən daha çox sevildi. Harda daha çox parladınız? Harda daha çox hansı parladın? hissəsində daha çox parladınız? İndi Yəni ona hiss da elədiniz ki, gələcəm. mən bundan sonra artıq getdim də, yəni aldım şanımı getdim. Mən əvvəllər blog səhifəsi kimi storylər paylaşırdım. Bütün da evin hər bitinin bucağını, oturduğumuzu, durduğumuzu, hər şey öz ailəvi bir blog səhifəm idi. Sonra gördüm ki, bir dəfə yoldaşıma dedim ki, gəl bir dənə kart, bank kartına aid bir maraqlı bir video çəkək. Maşında oturmuşduq yoldaşımla. Hansı ki, onu sizə göstərəcəm. Oturmuşuq, yoldaşım deyir ki, bir dənə bu kartı al, get sual, deyirəm bir dənə kartı ver, sualım gəlim özümə. Yoldaşım da dedi ki, hə, gedirəm kartın yerinə, nə istəyirsən get al gəl. Dedim, su istəyirəm, dedi, gələ kart, ürəyin nə istəyir, get al gəl. O da mən ürəyin nə istəyir, get al gəl deyəndə mən gedirəm iPhone 14 alıram özümə, yoxsa 13 mü o vaxtıdır. Təzə-təzə gülməli videolara başlayanda, onda gülməli videolara elə başlamamışdıq. Sadəcə öz şəkillərimizi, maraqlı getdiyimiz yerləri falan belə şeylər paylaşırdıq. Getdim, kartı verdi, get al, nə istəyirsə, ürəyin nə istəyir, get al, gəl dediklərimdə. Getdim, telefon aldım, gəldim, dedim,
buyur kartı, mən də istədiyimi aldım, gəldim. Emil ürəyi zadı gedir, şoka düşür. Və bu yayıldı bütün səhifələrdə. Bunu mağazin səhifələri viral oldu. Bunu başladılar bütün səhifələr yaymağa. Və biz gördük ki, bizdə artıq məndə özümdə o bacarığı hiss elədim ki, məndə aktrisalıq qabiliyyəti var və mən bunu daha da təkmilləşdirsəm, daha da çox videolarımız yayılacaq, seviləcək, seçiləcək, izləyicilər tərəfindən tanınacaq. Bu səbəbdən biz başladınız kontent yaratmağa. Və yoldaşım düzdür, o kontenti əvvəllər biraz utancaq insan olduğu üçün, özünün şəxsi işinə biraz zid olduğu üçün biraz çəkinirdi. Dedim, əşik gəlir, nə varsa burada var. Bu arada yoldaşınızın adı necə oldu? Emildir. Emil bəy, bu hekayədə yanan Emil bəy olub. Buradan ona da salamlar. Gəldi, sonra yoldaşımla başladı bu işi davam eləmək. Düzdür, o öz xəyalındakı olan öz işini, biznesini heç vaxt buraxmadı. Ondan da işləyir, bundan da mənim yanımda da olur. Düzdür, mənə dəstək olur. Sadəcə olaraq onu alət edirəm də, yandırıram bu oyunda. Ən əsası həqiqətən o dəstəyi hiss edirsinizsə, o özü həqiqətən çox böyük bir şeydir. Bəli. Yəni. Bəs belə bir sual verim sizə. Buyurun. Linçdən qorxursunuz, linçlənməkdən? Bəli. Və ümumiyyətlə linçlənmisiniz? Yox, heç bir zaman linçlənməm. Buna şərait yaratmamışam ki, kimlərsə məni linçləsin. Çünki heç bir zaman içinə qarışmıram, artıq əski nəsə bir komment bildirmirəm. Yenə də qeyd edirəm, öz həyatım, öz şəxsi fikirlərim, öz şəxsi mövqeyim, öz dəstək xəttim üzərindən davam edirəm də. Kimsə mənim nəyimsə qarışmağa haqqı, hüququ yoxdur. O şəraitdə yaratmamışam və inanmıram ki, insanları qıcıq eləyəsin, nəsə bir paylaşım da eləmirəm. Bəzən elə olur ki, kişilərin nəsə bir səhv hərəkətini, onu canlandırıram maraqlı bir videoda gülmək şəklində. Düzdür, oradan bir kişilərdən linç yeyirəm, necə linç yazırlar, zarafata yazırlar, sizi blok eləyəcək yoldaşlarımız sizi izləməsin falanla gülmək işarələri qoyurlar ki, siz yoldaşlarımıza ayıldırsınız. Çox qəşəng. Çox şadam ki, linçlənmirsiniz. Aha. İnşallah da bundan sonra həyatınızın heç bir mərhələsində linçlənmərsiniz. Bəs ümumiyyətlə sizə gələn bütün kommentariyaları oxuyursunuz? Gücüm çatdığı qədəri oxuyuram, gücüm çatmadığı qədəri oxuya bilmirəm. Amma çalışıram hər yazılanlara diqqət yetirim. Yəni, çox diqqətçiləm o barədə. Özüm də nəzarət eləyirəm, sağ olsun menecerim də nəzarət eləyir. Düzdür, çox şükürlər olsun ki, pis rəy yazanlar yoxdur. Bizi tanıyan kütlə bilir ki, bizim ailəmiz necədir, biz özümüz necəyik. İndiyənə qədər aldığımız qlobal əməkdaşlıqlar sırf bu baxımdan olub ki, Azərbaycanda sevilirik ən əsası. Bir ailə kimi, doğru ailə kimi. Bunu vurğulayıram, altını qırmızı xətlə də çəkirəm. Bunu yadınızda saxlayın. Əsil Azərbaycanlı ailəsi. Bəli. Bizim milli mentalitetə uyğun olan. Tərifləmək. Bu çox önəmlidir. Bizim ümumiyyətlə xalqımız üçün mən düşünürəm ki, bu çox önəmlidir və bizim xalqımız həqiqətən milli mentalitetə çox önəm verir. Bəli, milli dəyərləri qoruyub saxlayırlar, istəyir. Məsəl üçün bəzən yazırlar ki, filan kəs filan şey elədi. Niyə görə xaricilər bunu eləyəndə, axı biz xaricdə yaşamırıq, biz Azərbaycanda yaşayırıq. Yəni buna diqqət etmək lazımdır. Hər insanın özünün, yenə də qeyd edirəm, dəstək xətti olmalıdır. Kim neyinirsə özünü edir. Bəli. Bu arada burada sizin sevdiyiniz məhsuldan biri var. Tacın. Oy, deyirsiniz. Tacın olan. Onu düz dadmamışam, amma indi baxıb dadıb baxacağam. Salatımızda baxıb dadına deyərsiniz necə idi. Tamam. Arifə xanım, biz siz gəlməmişdən qabaq bir hekayəmizdə kiçik sorğu yaratmaq istəyirdik. Sizinlə bağlı ki, və sizin izləyicilərinizdən, ümumiyyətlə bizim izləyicilərimizdən maraqlı olan suallar olarmı deyə, sizə nə sual vermək istəyərlər deyə, amma təəssüflər olsun ki, vaxtımız çatmadığı üçün bunu eləyə bilmədik. Amma mən belə bir sual vermək istəyirəm ki, ümumiyyətlə sizə izləyicilərinizdən ən çox hansı suallar gəlir? İstəyirsiniz elə onu bizim layihəmiz vasitəsilə cavablandıraq bir neçəsini. Yəni ən çox hansı sualları alırsınız? İzləyicilərimizdən ən çox aldığım sual Arifə xanım şəxsi həyatı, yoldaşınızla necə tanış olmusunuz? Ən çox aldığım suallar dostlarımdan olur. Hansı dostunuzla daha yaxınsınız, filan dostunuzla niyə küsmüsünüz? Yəni ancaq da aldığım ən çox suallarda nə qədər qazanırsınız aylıq büdcəniz, insanları maraqlandıran ancaq suallar bunlar olur. Dostlar, təbii ki, biz indi burada Arifə xanımın
aylıq qazancını falan ortaya qoya bilməli. Bu etik sayılmır. Amma kimdənsə ümumiyyətlə küsmüsünüz dostunuzdan? Dediniz kimdənsə küsmüşəm, belə bir sual var yəni. Belə yox, demək olar ki, yox. Hamı ilə gözəl münasibətim var. Heç küslülüyüm də, inciliyim olanlar olub, amma belə küslü qalım, düşman olum, Allah iraq eləsin, elə bir insanlar yoxdur. Bu arada dediniz, mətbəxlə aram çox da yaxşı deyil, amma yəni salata elə siz hazırladınız. Mən elə bir qonağam. Sevdiyim salatlardan biridir çünki, düzdür, hərçənd bəyəm soruşmamışdınız məndən ki, hansı salatı sevirəm, amma bilmişsiniz. Bu çox sevindirdi məni, bunu görər-görməz. Ən çox gələn suallardan biri də yoldaşınızla necə tanış olmağınızdır. Bəli. Ümumiyyətlə, yoldaşınızla qohumsunuzsa, burasını başa düşdük, amma bəs nə vaxt başa düşdünüz ki, siz mi ilk addım atdınız, o mu ilk addım atdı? Proses çox rahat. Mən ümid edirəm ki, bunu ilk olaraq bizim layihəmizdə danışırsınız. Yox, bunu YouTube kanalımızda artıq biz yayımlandırmışıq. Tamam, o zaman biz də Aha. Sizdə də olsun. Biz xala qızı, xala oğluyuq. Xala qızı, xala oğlu olmağımıza rəğmən əvvəl-əvvəldə ailələrimiz yəni zidd idi belə bir şeyə, istəmirdilər. Amma biz gizlin telefon zəngləri ilə İlk addım kimdən idi? yoldaşımdan. Yoldaşınızdan. Neçə yaşınız olardı onda? 15-16. 15-16. Bəli. Çox gözəl. Yoldaşımla aramda yaş fərqi 10 yaş olduğundan dolayı biraz ailələrimiz narazıçılıq. Ailələrimiz deyildi, mənim ailəm, amma Siz Arazla da əməkdaşlıq edirsiniz, Bəli. bizlə daha doğrusu. bəli, Bəs bizim məhsullarımızdan dediniz istifadə edirsiniz. bəli. Bizim bir mobil tətbiqimiz də var. Ümumiyyətlə Arazın endirimlərindən falan girib baxırsınızmı? O mobil Arazın mobil tətbiqindən istifadə Təbii ki, sevərək bonusundan Arazın mobil tətbiqindəki bir kəşbək verilir. Ondan hər dəfəsində istifadə edirəm. Hətta kəşbəklərdən də nə qədər yararlanmışam. Elə olub ki, evimizə bazarlıq eləmişik. Kəşbəkimizdə 80-90 manat pul yığılıb, həmən evin bazarlığına pulla çıxmışıq. Yəni cibimizə də xeyir eləmişik. Mən istəyirdim ki, sizin əlinizin dadına baxaq. Aha. Ona görə mən çox belə özümü ön plana atmaq istəmirəm. İnanıram, mən də inanıram. Özünüz kartoşkanı kökü zadı qaynatdınız orada, verdiniz mənim bunu bişirməyə qabağa, eybi yox. Bəyənirəm, yaxşı, qəşəng. Bir influencer olaraq görək əlinizin dadı necədir? Qəşəng. Baxaq, görək. Sizin qaynananız var bizdə. Bəli. Qaynananızla aranız necədir? Əla. Biraz da insanları, daha çox onun izləyicilərini maraqlandıran Hə, şeydir. onu- Qaynananızla aranız necədir? Çox gözəldir. Gözəl reklamlar çəkirik qaynanamdan. Qəşəng vayınlar, vloqlar çəkirik bəzən. Qaynanam Özü də rayon- maraqlıdır. Bəli, özü də çox sevir. Böyük xanıma da buradan sevgilər, sayğılar. 40 ildir Astarada sayılan, seçilən, sevilən müəllimədir. Düzdür, əslində əvvəllər belə şeyləri özünə zidd bilirdi. Ayıbdır, yox mən müəlliməyəm, mənə deyərlər. Sonra gördü ki, onun haqqında elə gözəl sözlər. Bir dəfə məndən maraqlı gülməli bir video çəkdi. Sonra gördü ki, İlay özü oxuyandı, altına girib bir kommentlər oxuyur. Gördü ki, elə gözəl sözlər yazırlar, elə qəşəng kommentlər yazırlar. Ondan sonra dedi, Arifə xanım, mən çox maraqlıdır. Sizin fake profiliniz var? yox, Heç istifadə eləməmisiniz fake inanırsınız profildən. yoxum, Allah and olsun yoxumdur. Yəni kimsə nəsə bir yazanda ki, Gətir. fake-dən tez Heç nə. İstəyirsiniz bax gözünüzün önündə açım Instagram səhifəmi, izləyicilər görsün ki, 3 dənə orada səhifə var. Baylar soy, baylar soylar, bir də Fitlidir Baku səhifəm. O mənim şəxsi Instagram və biznes səhifəmdir. buradan alqış qoyarıq. Bəs qaynananız, mamanız falan istifadə eləmir. Kimsə nəsə artıq yazanda girib yazırlar ki, Yox. xeyr xanım, elə deyil. Siz Yox. bilirsiniz, ona əziyyətlər çəkir. Yox, öz adlarıyla özlərinə də demişəm ki, kimsə nəsə yazsa, eləsə fikir verməyin. Xahiş edirəm, əsəbləşirsiniz, övladınızam, qaynanama deyirəm, gəlininəm. Biraz əsəb keçirdə bilərsən, amma heç fikir vermə. İnsanlar zaten eyni deyillər. Mənim sizə bir sualım da var. Bu sualı mənə gələndə bizim bir əməkdaşımız var, Sara. O çox israr elədi ki, bu sualı mütləq ver. Ona çox maraqlıdır bu sual. Ayfə xanım, adaya düşsəz yanınızda götürəcəyiniz 3 əsas şey. Aləm, telefonum və Kirpik Araz kıvırtanım. marketdən. Arazı məhsulları. Təbii ki, Ümumiyyətlə yiyib istəyirsiniz içmək. bir filialımızı adaya göndərək. Çox gözəl, çox məmnun olaram, inanın. Yəni, üçüncü də Araz marketin marketini. Hə, filialımızın birini dostlar, növbəti filialımızı adada açırıq. Arifə xanımın yaşadığı adada. İnanıram ki, Sara xanım, bu sualın cavabı sizi qane etdi. Bunu bəzəyi üçün almışıq dostlar.
üstünə bəzək eləyəcəyik bunları. Yəni bunun mimozaya heç bir aidiyyatı yoxdur. Bunu da bildirmək istədim. Arifə xanım, ümumiyyətlə çəkilişləriniz necə keçir? Uzunmu keçir və yaxud da çəkilişdə başınıza gələn ən maraqlı hadisə nə olub? Çəkilişlərimiz çox gözəl keçir. İnanın ki, indiyənə qədər ağlıma gəlmir ki, hansı çəkilişdə deyim, ay Allah, bezdim mən, tez qutarsaydı. Bu sözü, bu ifadəni heç vaxt istifadə eləməmişəm. Hər zaman belə enerji dolu olduğum üçün bütün çəkilişlərim də enerji dolu olub, maraqlı, gözəl, rahat, səlis, sərbəst və tutarlı, izləyici tərəfindən sevilən, bəli, belə. İndi sonuncu bilirəm, bunu həyəcanla gözləyirsiniz. Bayaqdan ki, nə vaxt bizim mimozamız töküləcək, rahatlaşın, bir töküldü. Bunu da tökək. Məncə bir motivasiya olaraq bu sahəyə yeni başlayan gənclərə və yaxud da gənc olmaya da bilər, insanlara, yəni siz bu yolu keçmisiniz də, necə tövsiyələr verərdiniz? Yəni, onlar da bir parlasın. Bacarıqlarını hər zaman işə salsınlar. Əgər bu işə addım atırsa, insanlar tərəfindən qınağa çevrilər, nəyəsə bilər, bilməz, onu da düşünsünlər. Səbirli olsunlar, mənim kimi hədsiz dərəcədə səbirli insana, bir qoçbilçi olaraq. Səbirli? Yəni, antonimini siz anlayın. Səbirsiz təbii ki. Təbii ki. Mən yoldaşımın da qoçdur. Hə, mənim yoldaşım sağ olsun. Hə, mənim yoldaşım, yəni məni idarə eləyən. Sizin yoldaşınız nə bürcüdür? Xərçəng. Mən odam, o su. Proqramımızın sonundayam və mənim enerjim tükənmək bilmir. Fərz edin, mən yemək üçün də özümə elə bir enerji saxlamışam ki, bəlkə də bu bitsə də yesək. İsraf olmasın deyə bunlarla bəzəyəcəm üstünü. Qoz da var. Burnumu belə qoyaq. Aha. Bir saçlar düzəldəcəm. Bunu saçlar eləyəsiniz. Bəli. Nə maraqlı. Məncə mimoza belə olur da. Məncə biz mimozada olan bütün inqrediyentləri buna vurduq. Bəli. Yəni heç kim girib orada yazmasın ki, bu mimoza deyil. Biz də açdıq YouTube-u, qoyduq qabağımıza, baxdıq mimoza necə hazırlanır. Bu mimozadır, şahlar. Baxın. Bu da mimozamızdır. Mən istəyirəm videoqrafımız bunu yaxından çəksin. Bam, düşməz. Bam, bəzilin. Öz əllərimizlə. Baxın, saçları necə gözəldir. Nə maraqlı. Gülümsəməyi bizimki kimi pozitiv enerji dolu bir mimozamız. Çox xoş oldu bu verilişdə iştirak eləməyimiz. Vüsalə xanım, çox sağ olun dəvətiniz üçün. Mən təşəkkür edirəm gəldiyiniz üçün. Maraqlı bir veriliş oldu həqiqətən. İnşallah tez-tez görüşək bu verilişdə. Mən təşəkkür edirəm gəldiyiniz üçün həqiqətən. Sosial şəbəkələrdə də olduğu kimi, realda da çox şən xanımsınız. Təşəkkür edirəm. Mehribansınız və gülərüzsüz. Bu mənim üçün çox önəmlidir. Xahiş edirəm, bundan sonra gələcək qonaqlar bu kriteriyalara uyğun olsun. Enerjiniz də çox qəşəngdir. Təşəkkür edirəm. Təşəkkür edirəm, çox sağ olun. İnşallah ki, mimozamı da bəyənərsiniz. Buyurun. Bismillah, elə bil MasterChef-dəyik. O yaponlarda var ya. Çox dadlıdır. Məncə də. Onlara da dadım eləyək. Mən uşaqlar, siz bizə baxın. Çox dadlıdır bu arada. Göz Tatlı haqqınızı halal eləyin. Həqiqətən də birinci dediniz ki, mətbəxdə heç bir təcrübəm var dediniz, amma dediniz elə aram yoxdur. Mən dedim ki, yəqin məndən 5 metr heç nə eləyə bilməyəcəyik. Amma həqiqətən çox dadlıdır uşaqlar. Uşaqlar ilə bunu özüm üçün hazırlamışmışam. Əlinin dadı, əlinizin dadı. Eyvallah. Gedək arxa fonda yeyək, yeyəyimiz. Sağ olun. Sağ olun uşaqlar. Siz oradan, mən buradan. Getdik. Hələlik.